Değerli uşaqlar, sizə bir dənə gözəl məlumat verəcəm. Bunu ümumiyyətlə velosipedçilər bəlkə çox bilər. Maalesef belə bir şey var ki, velosipedlərdə qabaq təkər hər nə qədər, qabaq disk hər nə qədər ki velosipedi dayandıra bilsə də, velosipedi əsas dayandıran iki tormuzu sıxanda dayanır da. Olmadı qabağa da sıxa bilərsiniz, arxaya da. Amma ki, arxada belə bir şey var ki, hər velosipeddə də çox əsasda belə MTB olmayan velosipedlərdə olur. Arxa həmişə kilitlənir məndə. Səbəbi çünki arxa kaliper niyə deyirəm, amma velosipedin əsas yükü hər nə qədər arxada da olsa, biz əsas da bədənimizin ağırlığını əsas qabağa veririk deyə velosipedin qabaq diski kilitlənmə kimi bir problem yaşamır deyə rahat dayandıra bilir. Amma ki, bu gətirdiyi ən böyük problemlərdən biri kaliperdə çatlaqlar oluşdura bilər. Ya da kaliperi tez yeyilməsi, ya da tez qırılmasından, bu adım nəsə deyim, tez qırılmasına ya da tez yeyilməsinə səbəb ola bilər. Hələ çatlaqlar yaratması, yəni heç demirəm də. Nədir bu deyə, onsuz məndə demək olar, yəni siz deyin, şey var, yeyilmə var, çox incədir. Demək olar ki, əsas qalınlığından da çox pisdir ki, arxa kaliper onsuz deyil, paslanma və çartlaqlar onsuz yavaşdan başını götürür, həm də tozlanma gedir kaliperdə. Görürsünüz fərqi. İkincisi də ki, bu havada belə bir şey var ki, tüm velosipedlərdə olur bəzən. Bu arxa kaliperin vida şurupları boşalır deyə ümumiyyətlə velosipedinizin arxa tormuz sistemi zəif tutur. Bu da bizi nəyə gətirir? Bu da bizi ona gətirir ki, velosipeddə əgər ki, ani bir dayanma velosipeddə ani fren təcili tormuz elədiyimizdə arxa təkərin %30 və ya 10, qabağın isə %60, %90 və %95 arası işləmə oranı olur ki, qabaq %95 işləyir. Amma ki, arxa əgər ki, kaliperiniz boşalırsa ya da ki, kaliperlərin pistonlar yeyilibsə, arxa %30 və ya %1-ə qədər tormuzun işləmə faizi qədər düşür də. Yəni, bunu əsas da şuruplarını sıxaraq, kaliperlərinizi də, pistonları da arada bir dəyişməkdən olur o iş. Neyse, şimdi mən maalesef bir işim çıxdı. O işimi həll edib, ondan sonra təzənə video atacağım. Videoyu bəyənməyi, kanala abunə olmayı unutmayın. Görüşərik, sağ olun.